Karbon və hidrogenin kütlə nisbəti 9-un 2-yə olan birləşmənin formulunu müəyyən edin. Bizə hər hansı birləşmədə element atomlarının kütlə nisbəti verilərsə və bu birləşmənin formulunu tapmaq üçün biz kütlə nisbətindən say nisbətinə keçid etməliyik. Birləşməmizin tərkibində karbon və hidrogen var. Və əlimizdə olan ipucu karbon və hidrogenin kütlə nisbətidir. 9-un 2-yə, yəni 9 qram karbonun 2 qram hidrogen düşdüyünü bilirik. Biz burada formulu çıxartmaq üçün əlimizdə olan kütlə nisbətindən keçid etməliyik say nisbətinə. Kütlə nisbətindən say nisbətinə keçmək üçün aşağıdakı qanuna əməl etmək lazımdır. Kütlə nisbətində verilən hər bir rəqəm hansı elementi ifadə edirsə, həmən rəqəmi həmən elementin nisbi atom kütləsinə bölüb yeni nisbət alırıq. Yəni burada bizə 9 verilibdir karbonun kütləsi kimi. Ona görə yazıram. 9 bölünsün karbonun nisbi atom kütləsi, yəni 12. 2-ni yerinə isə 2 bizdə nisbətdə hidrogeni təmsil edir. 2-ni bölürəm hidrogenin nisbi atom kütləsinə, yəni 1-ə. Buradan gördüyünüz kimi yeni nisbət aldıq. 12-də 9-un 2-yə nisbəti. İxtisar aparsaq alınır. 4-də 3-ün 2-yə nisbəti, tam ədədlər alınana qədər yazsaq, hər tərəfi 4-ə vursam, alaram 3-ün 8-ə nisbəti. Gördüyünüz kimi biz 9-un 2-yə kütlə nisbətindən keçdik 3-ün 8-ə say nisbətinə. Yəni burada 3 hardan gəldi? 9-dan gəldi. 9 da bizə karbonu göstərirdi. Onda burada karbonun sayı olur 3 ədəd. 8 2-dən gəldi. 2 də bizə hidrogeni göstərdiyinə görə yazıram. Hidrogenin sayı da 8. Demək birləşməmizin formulu C3H8 imiş.